Salam əziz tələbələr, biz bugün sizlərlə seçimi özümüzdəki animasiyalar haqqında danışacağıq. Saytlarda qarşımıza çıxan animasiyaların yazılış formaları haqqında danışacağıq. Hansı üsullardan istifadə edə bilərik? İlk öncə HTML faylımı yaradım. Burada bir dənə linkimizi bağlayaq, sonra bir dənə div yaradaq. Onun üzərindən biraz animasiyalar işləyək. CSS-imin linkini bağlayıram. Burada bir dənə div yaradıram. Class da verməyəcəm, primitiv təqdimlə müraciət edəcəm. Divimizə deyək ki, vize olsun 200 piksel, heyeti olsun 200 piksel, yəni də background color verək, olsun blue. Tamam, buna bir dənə browser üzərindən baxaq. OpenVisualize save edirəm. Tamam, divimiz burada ekrandadır, görsən. İndi isə başlayaq animasiyalar haqqında danışaq. Animasiyalar keyframes vasitəsilə yaradılır. Əd işarəsi keyframes. Burada isə istifadə edəcəyiniz animasiyanın adını qeyd edirsiniz. Mən elə animasiyanın özünü qoyacağam. Animasiya. Tamam. Bu animasiyanın içində bu mötərizəni açaraq, scope mötərizəsini açaraq, içində hansı koordinatlarda nə hərəkətlər baş versin, bunları qeyd edirsiniz. Məsəl üçün, gəlin başlayaq bunun biraz ekranda hərəkət elətdirək. From və to-nu göstərərək başlayıram. From və to. Bunun içində yazıram ki, margin left 0 pikseldən margin left 200 pikselə. Və bu animasiyamı yaratdıqdan sonra gəlirəm, hansı elementimdə bu animasiyanın baş verməyini istəyirəmsə, bu animasiyanın adını orada çağırıram. Məsələn, mənim yazdığım istəyirəm ki, from to, yəni margin left 0 pikseldən, tərcümə eləndə, yəni from, buradan to getsin, margin left 200 pikselə. Gəlib burada yazıram ki, animasiya name bərabər qarşısına yazıram ki, animasiya. Burada verdiyim animasiyamın adını. Tamam, buna bir dənə browser üzərindən baxaq. Gördüyünüz kimi browser üzərində baxıram, refresh də verirəm, amma heç bir şey baş vermir. Bunun səbəbi nədir? Sizin yaratdığınız animation'ın bir duration olmasa o işləmir. Duration nədir? Animasiyanın işləmə və bitmə müddəti. Yəni bu animasiya bilmir ki, nə qədər bir müddətdə işləsin və bitsin. Məsələn, mən buna verirəm 2 saniyə. Baxıram, animasiyam soldan sağa doğru hərəkət edir. Gəlin, siz margin left-i biraz artıraq. Eləyək, 9 piksel ekranımızın axırına kimi aracaya geçsin. Bəli, 0 pikseldən başladı. Bura qədər gəldi. Animation duration'ı 2 saniyə vermişdim. 2 saniyə müddətində bu 0 pikseldən 9 pikselə qədər gəldi və animasiyam bitdi. Nəticə olaraq qayıtdı, ən solda dayandı. İndi isə sizlərlə danışaq count dairəsi haqqında. Animasiya count, animasiyanın neçə dəfə təkrarlamasını istəyirsə, onu burada qeyd edirsiniz. Məsələn, burada gördüyünüz kimi, bayaqki halda animasiyam gəlir bura, ekranın sağına, bitir və başlayır yerində, əvvəlki yerində animasiya bitdikdən sonra margin left 0 koordinatında dayanır. Amma siz burada animasiya count verdikdən sonra və countun içinə məsəl üçün bir 2 verim. 2 verdikdən sonra bu animasiyam gəlir ekranın axırına, təzədən bir dəfə gəlir. Bitdi, gedir yerində dayanır. Çünki mən burada count'u 2 dəfə 2 vermişəm. Bu animasiyam 2 dəfə təkrarlanacaq. Bunun bir də infinitisi var. Burada say vermirsiniz. Sonsuz dəfə təkrarlanır animasiyanız. Gördüyünüz kimi məndə ki, sonsuz dəfə təkrarlanmağa başlayıbdır. Bir də mən bunu burada from to vasitəsilə vermişəm. Siz bunu faizlər vasitəsilə də verə bilərsiniz. Yəni onlar üzərində biraz danışaq. Məsəl üçün buna verirəm 0%. Buna da verirəm 100%. Başqa görünüşə baxaq. Görənsə dəyişiklik varmı? Xeyr, from-la to-dan dəyişikliyi yoxdur əslində görünüş baxımına. Bəs niyə faizlə verilir? Bunun fərqi nədir? Çünki siz burada başqa aralıqlar verə bilərsiniz. Məsəl üçün 50% yazarsınız. Təzə mötərizəni açıb burada da ki, başqa məsələn margin left verək. 20, o da olsun 400 piksel. 400 pikselə gəlir, isə burada dayanır, 400 pikselə gəlir. Sonra ki, ardı gedir. Yəni, burada mən indi 50% vermişəm. Siz burada 0-dan 100-ə qədər istədiyiniz bir aralığı verə bilərsiniz. Hətta siz gəlin, bu dəyişsə, biz bunun backgroundlarını dəyişək. Burada olsun red, daha aydın görə bilərsiniz. Background color, burada olsun green. Burada olsun background color, black olsun. Yəni, from-la to-da yalnız 2 dəfə, 2 sətirli koddan istifadə edə bilərsiniz. From, hardan başlasın, to hara getsin. Amma faizlə istifadə etdikdə isə istənilən bir aralıqdan istifadə edib animasiyanıza müxtəlif dizaynlar verə bilərsiniz.
Sıfırda başlayır, gəlir ortada bir dənə green olur, axıra doğru edir, rəngi dəyişib olur black. İndi isə başlayaq animasiyamızın directionları haqqında danışmağa sizlərlə. Gələk, məsəl üçün burada ortadakını silək, ehtiyac yoxdur. Promo 100-ə qədər getsin. Infinity-ni də silirəm. Ya da olsun, amma dövrümüzün sayı 2 qalsın təkrarlanması üçün. Duration'ımızda olsun 2 saniyə. Animasiya direction yazıram. Biraz bunlar üzərindən danışaq. Burada əsas tanımalı olduqlarınız normal, reverse, alternate və alternate reverse-dür. Default olaraq normaldır. Bu animasiyanın hansı istiqamətdən getməyini göstərir. Soldan başladı, sağa doğru gedir. Defaultun əksi reverse-dür. Reverse nə iş görür? Gördüyünüz kimi animasiyam arxadan əvvələ doğru gəlir. Mənim ən axırıncı kodum nədir? Margin left 9 piksel, background color black. Ən birinci kodum red. Burada nə baş verir? Background color black-dən red-ə doğru gəlir. Yəni animasiyam arxadan əvvələ gedir. Bu sondakı göy, yaranan göy nədir? Animasiyam bitdikdən sonra default olaraq öz rənginə qayıdır. Gəlin sizə bunu red qoyum. Da belə görsənsin. Tamam. Deyir ki, reverse-lərə ki, arxadan əvvələ doğru gəlir. İşte digər bir propertimizi tanıyaq. Bu nədir? Alternate. Alternate nə iş görür? Animasiyam gedir, axıra çatır və oradan da geri qayıdır. Yəni, normalda animasiya burada bitir, bitən kimi keçir, əvvəlki vəziyyətini alır elementim. Amma alternate-də, baxın, animasiyam getdi, axıra çatdı və həmin getdiyi istiqamətlərə geri qayıdır. Bir də bunun var, alternate reverse. Alternate reverse nə iş görər? Demişdik ki, alternate axıra edir, reverse-ə geriyə doğru gətirir. Alternate reverse isə əvvəldən başlayıb, axırdan başlayıb əvvələ gəlir və bura çatdı, təzədən bir də geriyə qayıdır. Yəni, buradan başlayır, gəlir bura, bura çatdı, bir də animasiyam geri qayıtdı. İndi isə sizlərlə danışaq, bir də animasiyalarımızdakı delaylar haqqında danışaq. Gəlirəm buradan, bunu silim, sətrimizə ehtiyac yoxdur. Gələk buradan, nə verək? Bir dənə delay verək. Animasiya delay yazıram. Olsun 2 saniyə. Səhifəni açıram. Refresh elədim. Animasiyam işləmədi, amma 2 saniyə sonra işlədi. Yəni bu transition'da biz sizlə delay haqqında danışmışdıq. Animasiyanın ləngitmə müddətidir. Yəni delay nə qədər müddət verirsə, animasiyanız o qədər müddətdən sonra işləməyə başlayır uşaqlar. Tamam, indi isə bir də sizlə danışaq animasiyanın film modları haqqında da danışaq. İlk öncə mən gəlib burada bir 50% koordinata daxil etmək istəyirəm. 50%-də ki, nə baş versin? Esnə margin left olsun. Əvvəlki vəziyyətimi elə qaytarım. Onun üzərində bir aydın danışaq. Burada 9 pikseldir. Gəlsin olsun bu 450 piksel. Tən yarıda dayansın. Bir də background color'umuza dəyişək. Gələk olsun. Background color'umuz olsun. Yellow. Tamam. Bu formada bir animasiyamız var deyək. Forward nədir? Məsəl üçün, burada animasiya count'umuz 2-dir. Təkrarlamasını heç istəmirəm. Ya da 2 dəfə təkrarlansın. Tamam. Delayımızı silək. Duration'ımız qalsın. Tamam. Əvvəlki sadə vəziyyətimizə qaytardıq. Gəlir 0%-dən 50%-ə, 100%-ə. Rənglər nədir? Red, yellow, black. Qırmızıdan başladıq. Gəldi ortaya yellow, axıra keçdi black. Tamam. Forward haqqında danışım. Count'umuz 2-dir də, düzdür. Bu 2 dəfə təkrarlanmalıdır. Animasiya bitdi burada. Tatam keçdi əvvələ. Elementim gəldi. Animasiya bitdikdən sonra bu vəziyyətini aldı. Background color oldu qırmızı. Margin left yox deyə default olaraq 0 gəldi. Gəlirəm burada bir animasiya film modu yaradıram. Bəs mən necə edim ki, animasiyam gəldi burada, harda bitibsə həmin yerdə dayansın. Bunu necə eləyə bilərəm? Animasiya film mod forward. Baxaq, count'umuz 2-dir. Gəldi, birinci getdi. Tamam, ikinci gəldi, animasiyam bitdi və mənim elementim animasiyamın ən son yazdığım sətr haradırsa, həmin yerdə dayandı. Yəni, burada nə kod yazmışamsa, o kodları nəzərə aldı. Yəni, film mode forwardsan bu üçün istifadə olunur. Başqa da ki, istifadə olunan bir property yoxdur. Ancaq istifadə olunan, ən çox istifadə olunan forwardsdır. O da dediyim kimi, yəni, istəyirsə animasiya bitdikdən sonra həmin yerdə dayansın, yəni əvvəlki vəziyyətinə qayıtmasın, forwardsdan istifadə olunur. Bir də uşaqlar sizlərlə danışaq, timing funksiyonlarımız haqqında danışaq. Bir dənə qayıtaq bu vəziyyətə. Gördüyünüz kimi, məndə burada 0%, 50% və 100% var. Onu da rənglərini tutaq. Redimiz var, yellowumuz var, blackimiz var. Qaydıram bura üzrə. Sarı, qara, qırmızı. Burada keçidlər arasında biraz vaxt itkiləri yaranır hiss edirsinizsə. Məsələn, gələ bunu infinite eləyim. Daha aydın görək.
Sonsuz dövrdə yəqin ki, onu görəcəyik. Bəli. Həm rənglər dəyişdikdə, həm də gəlib burada koordinatını aldıqda, mərcin F450 piksel olduqda, buradan 9 etdikdə, bu arada vaxt itkilər yaranır. Bunların qarşısını necə almaq olar və yaxud da bunlara fərqli dizaynlar vermək üçün nələrdən istifadə olunur? Bunun üçün animasiya timing functionlar var. Bunlar haqqında danışaq. İlk öncə başlayaq. Bunlar əslində transitionlar üstündə keçərlidir. Başlayaq danışaq easy, easy in və easy in outdan. Easy özü yavaş, sürətli və sonra isə yavaşa keçir. Görək siz bunu burada hiss eləyə biləcəksinizmi? Defaultla demək olar ki, eynidir. Hətta gəlin sizə buradan bir məzuniyyətimizi silək. 50%-ı 100-ə keçsin. Buradan bura. Yavaşdan başlayır. Ortada biraz sürət yığır. Axıra doğrusa təzədən yavaşlayır fikir verirsə. Burada yavaş gəldi. Burada çox sürət yığır. Bu hissəmdə isə axıra gəldiysə təzədən yavaşlayır. Yəni easy-nin gördüyü iş yavaş, orta sürətli, axır təzədən yavaş olur. Bir də bunun easy in-i var. Onun haqqında danışaq. Easy in. Easy in nə iş görür? Easy in-də isə yavaşdan başlayır. Yavaş başlayır. Axıra doğru isə sürətlənməyə başlayır. Başlanğıcım yavaş. Axırlara buralara çatdıqdan sonra isə avtomatik sürətlənə gedir. Bir də easy out-umuz var. Onun haqqında da danışaq. Easy out isə easy in-in tərsini göstərir. Bura çox sürətli başlayır. Bura sürət. Axıra çatdıqda isə 100%-ə çatdıqda isə sürətim yavaşlamağa başlayır. Gördüyünüz kimi. Bir də qaytaraq indi bu vəziyyətimizə. Bunu da atıram siləkə. Burada faizlərin arasında keçidləri görürsünüz. Burada vaxt ləngimələrim yaşanır. İndi sizə mən burada lineri göstərmək istəyirəm. Ona görə bu vəziyyətə gətirdim. Vaxt ləngimələrimi görürsünüz. Bura gəlib liner yazdıqda, bu isə ən son tanıyacağınız property'sidir. Liner. Buradakı vəziyyətə baxaq. Linerdə mənim elementim başlanğıcdan axıra qədər eyni bir sürətdə gedir. Yəni bu animasiyamın, bu faiz keçidləri arasında vaxt ləngiməsi yaşamıram mən. Görürsünüz, animasiyam buradan başladı, eyni bir sürətdə axıra kimi də davam elədi. Liner olmasa vəziyyət nə olardı? Baxaq. 0%, 50%, 100%. 0%, 50-də biraz vaxt işçisi, yəni ilişə gedir sanki. Yəni linerdə bu formada edir. Bir də bunun stepi var. Step haqqında danışaq. Əslində o qədər çox istifadə olunmur. Burası bilməz məsləhətdir. Steps içində 10 verirsiniz. Animasiyanı sizin həmin bu yolu 10 addımlara bölür özü verilmiş bir ölçünü və həmin addım-addım gedir, belə başa düşün. Yəni, içində yazdığınız qiymətə uyğun özü addımlara bölür və addım-addım getməyə başlayır. Yəni, stepsdəki bu formada işləyir. Bu animasiyanın time functionlarımız haqqında da bu qədər uşaqlar. Yəni, animasiyalar ki, bugünkü dərsimizdə bu qədər. İstəyirsə, burada faizlərdən istifadə edin. Əgər çoxlu dəyişikliklərin olacaqsa, hər aralıqda bir dəyişiklik olacaqsa, isə ondan istifadə edin. Yox, olmayacaqsa da ki, bu formada sadə bir dənə from, hardan, hansı koordinata gedir. Bir dənə to yazaraq, məsələn, bu koordinatdan bu koordinata gəlsin, buradan bura. Yəni, bu formada sadə from toollardan da ki, istifadə edə bilərsiniz. Bugünlük animasiya dərsimiz haqqında da bu qədər uşaqlar. Sağ olun.